Məzlumun zalımdan intiqam alacağı gün, zalımın məzluma zülm etdiyi gündən daha çətin olacaq. Ən yaxşı hökmüdar, zülmün kökünü kəsən və ədaləti bərpa edən hökmüdardır. Hakimlərin ən yaxşısı öz nəfsinə hakim olan şəxsdir. İnsanların ən pisi başqalarına zülm edən adamdır. Sizin aranızda ən ziyankar şəxs, ən çox zülm edən şəxsdir. Nəfsin ən pis əxlaqı zülmdür. Ən pis zülm Allahın haqlarını yerinə yetirməməkdir. Ən yaxşı ədalət məzlum insana kömək etməkdir. Siyasətlərin ən yaxşısı ədalətdir. Ən pis hökmüdar ədalətin müxalifi olan hökmüdardır.